Demək mənim sabun kolleksiyam var və bu sabunlar kataloqda yeni çıxanda bilirsiniz əl işidir və sifariş etdim. Səhv etmirəmsə 3 ya da 4-ünü sifariş etmişdim. Yəni məqsədim açıqcası istifadə etmək deyildi. Sadəcə alıram, bəzən qardıroba düzürəm, qatılaq paltarların bir qismi hissəsinə qoyuram. Yəni belə sırf qoxu üçün alıram da. Və bunlardan birini açdım reklam çəkmək üçün. Necə olubsa gedib çıxım hamama. Və mən dünəndən bu ətirin iyisini axtarıram ki, yəni bu nə ətirdir, yeni almısınız. Yəni hardandır da bu ətir? Və qızım istifadə edir. Yəni deyirəm ki, bu hansı ətirdən vurmuşsan? Deyir ki, mama ətir vurmamışam, sabun vurmuşam. Gördüm maraqlı rəngi var, istifadə elədim. Xanımlar, sizə desəm ki, bəlkə bir 6-7 saat eynən sanki yeni ətir vurmuşsan kimi dəridən bu sabunların qoxusu gəlir. Yəni inana bilməzsiniz. Yəni normalda mən bu sabunları sadəcə prosta təqdim etmişəm sizə, amma həqiqətən də yəni bunu çəkməsəm olmazdı ki, yəni sabunların o qədər gözəl qoxusu var. Sadəcə alın, istifadə edin və özünüz görəcəksiniz də. Yəni mən ilk dəfədir ki, bax çoxlu duş gelləri istifadə edirik, bir çox sabunlar istifadə edirik. Mən bunun qədər dəridə uzun müddət yəni o gözəl qoxu verən sabun görməmişəm.